Ümumiyyətlə, son aylarda deyək ki, xüsusən də bu avtobus zolaqları ilə bağlı istər taksi sürücüləri arasında, istər fərdi nəqliyyat vasitələri istifadə edən şəxslər arasında narazılıqlar biraz artıbdır. Burada da məsələ odur ki, qeyd olunur ki, Toğrul bəy, yəni deyək ki, taksi sürücüsüdür, xüsusən taksilər vurğulayır ki, biz yəni sərnişini düşürmək istəyirik, deyək ki, o ərazidə avtobus zolağı da ora daxil ola bilmirik. Biraz kənara uzağa aparanda da sərnişin narazılıq edir bu dəfə. Biz bəs necə edək? Əks halda orada saxladıqda isə bizə Dövlət Yol Polisi tərəfindən avtomatik yəni kameralardan cərimə gəlir. Ümumiyyətlə, bununla bağlı bir xəbəriniz varmı sürücülərə? Nə edə bilərlər? Çıxış yolu varmı? Qeyd etdiyiniz taksi sürücüləri ilə bağlı müraciətlər Bakı Dövlət Yol Polisləsinə daxil olur. Amma gəlin nəzər salsaq, yol hərəkəti haqqında Azərbaycan Respublikası qanununun 48-ci maddəsində qeyd olunub ki, əgər bu zolaq yolun qalan hissəsindən qırıq-qırıq nişanlama xətti ilə ayrılmışdırsa, sürücü qeyd edilən yerdən həmin zolağa daxil olub, sərnişini mindirib və ya düşürə bilər və ən yaxın qırıq-qırıq nişanlanma xəttindən bu zolağı tərk etməlidir. Digər bir halda isə bu zolağa daxil olma ilə bağlı mövcud qanunvericilikdə yalnız manevr edərkən daxil olmasına icazə verilir. Təsvir olsun ki, bugün bəzi sürücülər həmin o qırıq-qırıq nişanlanma xəttindən istifadə etməyərək nəqliyyat vasitələrini yolun hərəkət hissəsinin ikinci zolağında saxlayırlar. Bu yolun hərəkət hissəsinin ikinci zolağında nəqliyyat vasitəsinin saxlanılması özü də bir inzibati məsuliyyət yaradır ki, İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə tənzimlənir, 2 cərimə balı və 80 manat məbləğində cərimədir. Bu qayda pozuntusu həmin ərazidə sıxlığın yaranmasına, eyni zamanda hətta yol nəqliyyat hadisəsinin baş verməsinə də real zəmin yaranır. Yəni, mövcud qanunvericilik qeyd etdiyim halda nəqliyyat vasitələrinin avtobus zolağına daxil olmasına icazə verir və onu da istisna edir ki, bu da ümumilikdə ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkətinə mane yaratmamalıdır. Və qeyd edim ki, avtobus zolaqlarının paytaxt ərazisində çəkilməsi ötən illərlə müqayisədə ümumi istifadədə olan nəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol nəqliyyat hadisəsində kəskin dərəcədə azalma müşahidə olunur. Təbii ki, biz çalışırıq ki, bunun sayını minimuma indirək, çünki əsas prioritet istiqamətlərimizdən biri də bundan ibarətdir. Amma elə müqayisələr etsək, hansı ki, inzibati məsuliyyət məsələlərində demək olar ki, artıq həmin zolaqlara daxil olan sürücülərin sayında kifayət qədər azalma müşahidə olunub. Bu sevindirici haldır, hansı ki, edilən xəbərdarlıqlara səthi deyil, diqqətlə yanaşıldığı üçün həmin o sürücülərə də biz təşəkkürümüzü bildiririk. Çox sağ olun Toğrul bəy. Yenidən sizinlə söhbətə qayıdacağam. Orxan bəy, Toğrul bəy də qeyd etdi, yəni Dövlət Yol Polisi yolun nişanlanmasına baxmır, qanunvericilikdəki mövcud qaydalara əsasən cərimələri tətbiq edir. Amma ayna tərəfindən bu xətləmə aparılarkən mövcud vəziyyət, şərtlər və şərait nəzərə alınırmı? Və təbii ki, hər bir yenilik öz-özlüyündə bir narahatlıq və narazılıq ilk vaxtlar, ilk başda yaradır. İnsanlar tərəfindən onun qəbul olunması, insanların belə deyək ki, yeniliyə alışması, öyrəşməsi məsələsi var. Amma eyni zamanda hər bir yenilik müəyyən bir müddətdən sonra oradakı boşluqları da biz görüb aradan qaldıra bilərik. Ümumiyyətlə, bax, misal üçün mən deyim, elə Şərifzadə küçəsində yol boyu avtobus zolağıdır və demək olar ki, üzü inşaatçılar prospekt metrosuna doğru və o istiqamətdə deyək ki, əgər marketə düşmək istəyirsənsə, avtonəqliyyat vasitəsini saxlaya bilməzsən, taksilər və ya qeyri-taksi, yəni sərnişin düşürmək istəyirsənsə, yenə də saxlaya bilməzsən, əks halda kameralar vasitəsilə avtomatik cərimələr gəlir. Bununla bağlı aynada yeni bir layihə varmı ümumiyyətlə? Təbii ki, bugün taksi islahatlarının başladığı bir 12 aylıq bir dövrü əhatə eləyir. Təbii ki, bu bir beynəlxalq təcrübəyə baxdıqda bəzi ölkələrdə bu 3-5 il, hətta 10 ilə qədər bu islahatların davam etdiyini görmək mümkündür. Təbii ki, qısa müddət ərzində də islahatlar ola bilər, amma burada müəyyən bir kiçik dəyişikliklər etməklə bu islahatlar aparılır. Amma mövcud vəziyyətdə ayna tərəfindən aparılan bu islahatlar köklü islahatlardır. Çünki burada yeni nəqliyyat vasitələrinin bazara inteqrasiyası, hamısı bilir ki, qeyd edim ki, artıq yeni nəqliyyat vasitələrə gətirilərək yəni 2024-cü il buraxılış ili bir dəqiqə qədər olan yeni nəqliyyat vasitələri bu bazara daxil olmuşdur. Bunlar hansı ki, elektrik və hibrid mühərrikli nəqliyyat vasitələridir. Bu islahatlar təbii ki, özü bir zaman alır. Taksi minik avtomobillərin də məhz avtobus zolaqlarına daxil olması beynəlxalq təcrübədə də var. Biz də bu tərəfimizdən də bununla bağlı müəyyən layihələr hazırlanır. İlk olaraq qeyd edim ki, əvvəllər elektron ayna informasiya sistemində taksi alt sistemi yaradılıb. Hansı ki, əvvəllər belə bir sistem yox idi. Burada biz nəyə görə bilərik? Taksi sifariş operatorları tərəfindən gündəlik verilən sifarişlərin, yerinə yetirilən sifarişlərin ərazi olaraq şəhərin mərkəzi və küçə prospektlərində daha çox hansı yerlərdə sifarişlər verilir və bu sifarişlərin əsasında tərəfimizdən müəyyən layihələr hazırlanır ki, daha çox belə deyək, nəqliyyat vasitələrinin, yəni taksi minik avtomobillərinin daha çox harda sərnişin düşürüb mindirilmək üçün yerlər ayrılsın. Bununla bağlı müəyyən layihələr hazırlanır. Hətta qeyd edim ki, bu müəyyən aidiyyəti dövlət qurumları ilə razılaşdırmaqla bunlar tətbiq edilməsi planlaşdırılır. Lakin burada əsas məsələ Toğrul müəllim də qeyd etdi ki, çətin məsələ burada risk faktoru var ki, taksi minik avtomobilləri həmin zolaqlara daxil olduqda
ictimai nəqliyyatın digər növləri avtobusların sürətinə mane olmamalıdır. Çünki avtobus zolaqları son dövrlərdə artdıqdan sonra sərnişinlərin, yəni avtobusa cəlb olunan sərnişinlərin sayı da artmışdır. Avtobusa cəlb olunan sərnişinlərin sayı da artmışdır. Hətta avtobusların hərəkətinə də müəyyən sürətlənmələr müşahidə olunur. Bu səbəblə biz inteqrasiyanı, qeyd etdiyiniz həmin ki, taksi minik avtomobillərin avtobus zolağı daxil olma inteqrasiyasını elə etməliyik ki, burada olan sürətlənməyə, avtobusun hərəkətinə mane olmasın. Çünki bu gün avtobusda 80 nəfərə qədər sərnişin daşınır, lakin nəqliyyat vasitəsində digərində 2-3 nəfər olur. Bizim məqsədimiz burada əsas məqsəd avtobusun hərəkətinə mane olmadan bunun təmin olunmasıdır. Biz o halları bir də yenidən xatırladaq sürücülərimizə. Bəli, qeyd edim ki, avtobus zolaqlarına hansı halda daxil olmaq olar? Yol hərəkəti haqqında Azərbaycan Respublikası qanununun 48-ci maddəsində qeyd olunub ki, əgər bu zolaq yolun qalan hissəsindən qırıq-qırıq nişanlama xətti ilə ayrılmışdırsa, sürücü həmin zolağa daxil olub manevr edə bilər və ya həmin o qeyd edilən yerdən daxil olaraq sərnişini mindirib düşürə bilər və ən qısa qırıq-qırıq nişanlama xəttindən bu zolağı tərk etməlidir. Yəni belə olduğu halda siz inzibati məsuliyyətə cəlb olunmayacaqsınız. Ümumiyyətlə məqsədimiz sürücüləri inzibati məsuliyyətə cəlb etmək deyil, ümumilikdə hərəkət iştirakçılarının rahat, təhlükəsiz və fasiləsiz hərəkətini təmin etməkdir. Təşəkkür edirəm, çox sağ olun. Orxan bəy, son olaraq sizin də sözünüzü eşidək ki, xüsusən də taksi sürücülərinə bu məsələlərlə bağlı yeni bir ümid, xəbər varmı? Nəsə gözləsinlərmi? Təbii ki, az əvvəl qeyd etdiyim kimi islahatlar qısa bir müddətdə başladığı, lakin bizim də bununla bağlı beynəlxalq təcrübələrdə olduğu kimi taksi minik avtomobilinin avtobus zolağına daxil olması ilə bağlı müəyyən işlər aparılır. İnşallah ümid edirik ki, gələcəkdə bu da bu problem də tam həll olunacaq.